xüsusən də bax bu regional məsələlərdə. Yəni belə rahatlıqla deyirik, amma hər şey belə rahatlıqla olmayacaqdır. Heç şübhəsiz, siz Birləşmiş Ştatların İranla sərhəddə çox küllü miqdarda sayda qoşun toplaması və biz bunun əgər dollar ekvivalentinə baxsaq, söhbət milyardlardan gedir. Bəli. Və əgər İrana qarşı müharibə başlamasa, yəni həmin geridən qoşun geriyə qayıtsa, bu iqtisadi baxımdan da sərfəst görünür. Mən bununla bağlı hələ 2003-cü il mart ayının 19-na 20-sinə keçən gecə Birləşmiş Ştatların İraqa qarşı müharibəsi oldu. O zamanlarda mübahisələr gedir ki, İraqa qarşı müharibə olacaq yoxsa olmayacaq, olacaq yoxsa olmayacaq. Və məndə müəyyən statistik rəqəmlər var ki, toplanan xərclər təxminən 150 milyard dollara qədər xərclər artıq bu istiqamətdə çəkilib. 150 milyard. Bir anlı fikirləşin ki, müharibə başlamır və geri çəkilir və 150 milyardı kim ödəyəcək? Kimi sualları çıxartır. Bu nöqteyi nəzərdən hesab edirəm ki, yəni söhbət zamandan gedir, nə vaxt başlayacaq. Amma iştah diş altındadır. Əgər doğrudan da Birləşmiş Ştatların İranla bağlı məlum planların reallaşması istiqamətində həll edici uğurlara imza atsa, onda hakimiyyətin tam dəyişdirilməsi məsələsi aktuallaşa bilər. Və yaxud da ki, İran hakimiyyəti proseslərin tamamilə onun ziddinə getdiyinin fərqinə varıb, rəsmi Vaşinqtonla dialoqa gedə bilər. Mən bunu niyə söyləyirəm? 91-ci ildə Səddama qarşı Birləşmiş Ştatlar 28 dövlətin koalisiyasından hücuma keçdilər. Bağdada lap az qalmışdılar, Bağdada. Və o zaman Səddam Birləşmiş Ştatlarla danışığa getdi, xeyli miqdarda vəsait ödədi, kompromisə gəldilər və Birləşmiş Ştatlar Bağdad ətrafından qoşunlarını geri çəkdi. Analoji danışıqlar əgər İranın hakimiyyət tərəfinə aparılsa, yəni Birləşmiş Ştatların əsas 3 tələbi var. 1. İran nüvə silahı hazırlama planlarını, nüvə proqramını tamamilə imtina etməlidir. 1. İkincisi... Zənginləşmiş uranı verməlidir. Yəni o həcmdə saxlamalıdır 3%-ə qədər də. İkincisi, İran özünün yaxın, orta mənzilli raketlər hazırlamaq siyasətini imtina etməlidir. Üçüncüsü isə proksi qüvvələri ki, dəstəkləyir, o siyasətindən əl çəkməlidir. Yəni bu faktiki olaraq bizim tanıdığımız İran olmayacaq. Və bu vəziyyət elə də İranda tamamilə elə hakimiyyət dəyişikliyinə oxşar bir. Çünki hakimiyyəti yeni qüvvəni gətirsə, o bunları edəcək. Haqlısınız. Əgər İrandakı hakimiyyət də onu edəcəksə, bu halda hesab edirəm ki, Vaşinqton rəsmi Tehranla danışığa gedə bilər, kompromis əldə edilə bilər. 91-ci il müqayisəsini mən bu məqsəd üçün gətirirdim və artıq deməli tamamilə yeni mənzərə formalaşa bilər. Bax, bunları söyləmək istəyirəm.